Dostlar videom silindi. Həqiqətən baxın sizə dünyanın en yeni seri başlatmıştım ve bunun adı dünyanın en uzun şokoladı. 60 qəpik şokolatı sizə reklam edirdim. En ucuz yiyeceğim. Bunlar daha iyi şokolat, konfeti vesaire. Yani en ucuz şokolata yapacağım. Varsın. Bir şokolatıdır. Çikolatis. Sen arka kameranızda adını da arkadaşlar zoomlayacağım. Dostlar böyle bir şokolatta varsan göre üstünde belə değil, göre həqiqətində belə gələcək mi? Dostlar indi gəlin baxaq. Üzr sayın. Yazıq xəstəyim demişdim. 3 tane video çəkmişəm. Üçdə editləməsi qalıb. Editlər yazımda ama ben tabii ki editləməyəcəm. Çünki çox yorulmuyorum. Editləmə bilmiyorum. Aha biraz 3 tane video çekmişim. Bütün editlemesi kalıb. Bu da səhv edilmişəm beni. Biraz kişi seçiyorum ben. Neyse gel pasaq. Burada ben yaramayayım demişim. Böyle pasaq. Siz bakın görünüşler. Şöyle. Teşekkür. Böyle. Sen pars yazılan her bir çıkarın üstünde. Burada dostlar videomu rahatçılıq deyirəm, yəni heç bir problem yoxdur. En problemə baxaq. Yetkinlik yaşına çatmayanların arzu olunmaz hərəkətə ve arzu olunmaz diqqətə səbəb ola biləcək uyğunsuz vəziyyətdə göstərən kontekstdə YouTube-da icazə vermir. Mən başımı götümü açıq qoymamışam ki. Neyse dostlar, bu videonu da yükleyeceğim YouTube'a. Görüm ne edəcək. Çünki mən burada əziyyətlə bir video çəkirəm. Bunu editləməyi 1 saatım falan aldı mənim.